Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizə gözəl bir təklif edəcəm. Bu evi necə almaq olar? Bu ev hal-hazırda bankdadır. Tək şəxsiyyət vəsiqəsi ilə bu evə sahib ola bilərsiniz. Şərtlərini deyəcəm sizə. Əsas bir dənə ev haqqında, yerləşmə haqqında məlumat verim. Bank və qiymət haqqında həm məlumatlar, həm də şərtlərini sizə söyləyəcəm. Ev yerləşir Şüvalan ərazisində, ziyarətgahdan aşağı düşəndə. Gözəl bir ərazidir, yolun kənarıdır, düz kənarı. Yaxınlığında məktəb, gimnaziya, sonra 230 nömrəli məktəb də yaxındır. Sonra orada futbol var, Azal Arena var. Sonra yaxınlığında avtobus dayanacağı var. Qazı, suyu, işığı hamısı daimidir. Bir daha söyləyirəm. Kupçalıdır əlbəttə ki, çünki bankdadır, kupçalı da olmalıdır. Tam əşyalı bu ev satılır. Nağdı qiymət 340 min manatdır, start qiymət, əşyalı. Amma kimsə istəsə əşyasız da satmaq olar. Əşyalar çıxa bilər evdən. Onda əlbəttə ki, qiymətdən də endirim olunacaq, sonra ümumi qiymətdən də endirim ola bilər. Bank məsələsi ilə sizə məlumat verim. Bu ev hal-hazırda bankdadır. 180 min manat banka borcu var. Aylıq ödəniş 6050 manatdır. Aylıq ödənişi. 4 aydan, 5 aydan çoxdur ki, ödənişlər olunub. Bir daha söyləyirəm, satmaq səbəbi sadəcə ev sahibləri buradan getməlidirlər. Xarici ölkəyə, burada yaşamırlar. Orada da işləri var, onunla əlaqədar getməlidirlər. Satış səbəbi budur. İlkin ödəniş 160 min manat. Startdır bu da, 160 min manat da startdır. Tək bir şəxsiyyət vəsiqəsilə, bankda qalmaq şərti ilə siz bu evə sahib ola bilərsiniz. Bu şərtlərin hamısını dedim sizlərə. Kimin nə sual olsa mənə zəng eləsin, mən sizə dolğun olaraq bütün məlumatları verərəm. Amma mənə elə gəlir ki, bütün hər şeyi mən sizə dedim. Avtomatik olaraq darvazası var. Darvazadan içəri keçən kimi sağ tərəfdə ev sahibi dolab yığıb özü üçün. Burada əşyalar falanlar yığır, həyət üçün nəzərdə tutulmuş əşyalar yığır. Transformator yerləşir içərisində. Bütün buranı eləmək üçün də, idarə eləmək üçün bütün evi. Çünki evdə bütöv hər yerdə kondisioner falan hamısı yığılıb. Bu evin mətbəx otağıdır. Mətbəx otağından ayrıca bura keçid qapısı da var. Bütün qapılar da hamısı torzuqlarla təchiz olunub, vurulub. Sonra sol tərəfdə hovuz, hovuzun yanına açıq duşu var, yayda istifadə eləmək üçün. Hovuz da ki 4 metrənin 7 metrəyə olan filtrli hovuzdur. Hovuzun motorxanası, həyətin su anbarı burada yerləşir. Burada manqalı var, üstü bağlı söhbətgahdır. Söhbətgahın daxilində də ev sahibi özü üçün yenə dolab yığıb, içərisində əşyalar yığır. Orada da su hövzəsi var. Evin arxa hissəsidir, bütün drenaj sistemləri çəkilib. Maşallah, doğrudan deyirəm, ev qəşəng tikilib, şəxsidir, tikilib vaxtında satılıb, amma çox qəşəngdir, səliqəlidir, hər şey qaydasındadır. Yəni, nəmişlik falan, heç bir şey yoxdur. Maşallah, satış səbəbində sizlərə söylədim. Keçirəm indi evin ön hissəsinə, onu da göstərim sizə. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı da var. Sonra evin ümumi giriş hissəsidir. Evin qarşısında qəşəng verandası var. Qonaq otağının qarşısında yerləşir. Buradakı evin ümumi giriş hissəsidir. Ev yerdən gördüyümüz kimi 5 daş hündürlükdə yerləşir. Yaşıllıq zonası burada belə uzanır, buradan bura qədər gəlir. Ora çox gedməyəcəm, amma göstərəcəm ki, var doğrudan da gedib baxmışam. Həyət üçün nəzərdə tutulmuş orada sanitar qovşağı və evin kombi aparatı orada yerləşir, texniki otağı orada yerləşir. Dəyərli izləyicilər, evimiz 4 otaqdır, bir daha söyləyirəm, bütün əşyalıdır. 200 kvadrat, kupçada isə 170 kvadratdır. Qazı, suyu, işığı, interneti, hər bir şey hazır olan evdir, yaşayışlı olan evdir, çox qəşəngdir, gözəl bir təklifdir. İndi isə keçək evin daxilinə. Dəyərli izləyicilər, mən hal-hazırda evin daxilinə keçdim. Bütün məlumatları həyətdə vermişdim. İndi hal-hazırda evin içərisində nə varsa, otaqlar necə bölünübsə, onu da sizə göstərirəm. Ümumi giriş qapısıdır. Bir dənə də mətbəxdən çölə çıxış var idi. Həyətdə göstərdim, indi buradan da göstərəcəm. Ümumi giriş qapısı görürsünüz, dolab yığılıb, paltar asmaq üçün. Səliqəli, hər bir şey tərtəmiz, səliqəli bir şeydir. Evdir, doğrudan deyirəm, hər bir elektronikası da var. Keçirəm birinci mətbəx otağına. Sizə ən sonda qonaq otağını təqdim edəcəm. Mətbəx otağı maşallah genişdir, çox da gözəldir, qəşənglə yığılıb. Mebellər, elektronikalar, sonra
Bütün istifadə olunan mətbəxdə nə deyirsiniz var. Paltar yuyan maşını o tərəfdə də göstərəcəm, amma burada qab yuyan maşını yerləşir. Həmən həyətdən göstərdiyim çıxışdır. Bu qapı həm pəncərə kimi, həm də qapı kimi istifadə olunur. Bütün pəncərələr hamısı ciftlidir. Döşəmə bütöv olaraq isti döşəmədir ev. Evin daxilində 3 yataq otağı var, 3 dənə sanitar qovşağı. Yəni biz sanitar otağın içərisində duş var, birində isə sanitar qovşağı görəcəksiniz. Bu ümumi olaraq sanitar qovşağıdır, mərkəzdə yerləşən. Paltar yuyan maşını da bunun içərisində olmalıdır. Düzdür? Buradadır. Sonra keçirəm indi sizə ən böyük yataq otağını göstərəcəm. Bu yataq otağı, bütün otaqlar hamısı əşyalıdır. Yataq otağının daxilində sanitar qovşağı. Dəhliz, orada da girişdə də dolab var. Ondan əlavə olaraq burada da dolab yığılıb. Mən dolabları çox açmayacağam, çünki içərisində şəxsi əşyalar olduğu üçün göstərirəm ki, hamısı işlək vəziyyətdədir. İkinci yataq otağı, yenə dolab, yataq dəsti, burada kitab rəfi, maşallah içərisi doludur kitabla. Evin arxa hissəsinə baxır pəncərə, o birisi yataq otağı hovuza baxırdı. Bir də üçüncü yataq otağı. Burada əşyalı, kondisioner falan, bu yataq otağının daxilində duş var. İstifadə olunmur amma. Amma tam işlək vəziyyətdə olan duşdur. Yəni, ayaq yolu yoxdur, tək duşdur, amma tam istifadə oluna biləndir. İndi isə keçirik qonaq otağına. Ən sonunda dediyim kimi qonaq otağında sizə təqdim edeyim. Burada evin daxilində yerləşən qonaq otağı, burada divanlar falan, bütün əşyalı, kondisioner, bir dənə televizor qoyulmayıb, baxmırlar. Televizora indi olsa heç bir yerdə baxmırlar. Burada da yoxdur, amma nə lazım olsa inşallah o da ola bilər. Təkliflərimi bildiniz, bütün məlumatları vermişdim ilkin öncə. İndi isə sizinlə sağollaşıram. Bir daha deyirəm, start qiymət, başlanğıc qiymət ümumi olaraq 340 min manatdır. Təşəkkür edirəm.